Azərbaycanda 63 yaşlı qadın uzun illərdən sonra evlat sahibi oldu. Bu barədə tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov paylaşım edib. Onun sözlərinə görə qadın 38 illik həsrətdən sonra ana olub. Allahın köməyi ilə müalicələrimizi etdik və 63 yaşlı anamız uzun çəkən həsrətdən sonra evladını qucağına götürdü. Allah saxlasın, Allaha min şükürlər olsun ki, müalicələrimiz boşa getmədi və bu xeyir işə vəsilə olduq deyə o bildirib.